Təbii ki, rəhbərin və ya şirkətin gözləntilərini çox rahat müəyyən etməsi asan bir şey deyil. Bu, onlar üçün də çətindir. Ona görə biz burada HR-lar olaraq, belə deyək, biraz daha fərqli rol almaq məcburiyyətindəyik. Sadə metodlarla gözləntiləri biz rəqəmə çevirə bilərik. Bunun arxasında bir uzun müddətli struktur və mədəniyyət problemi dayanır. Yəni, HR-ın strategik tərəfdaş kimi olmamasının, biznesin yazılmamış bir qaydası var, pul qazanmaq. Biznesin dilini bilmədən, biznes harda başlayır, harda bitir, ən böyük problemlər hardadır, bunu başa düşmədən heç bir halda bizi strategik massaya dəvət etməyəcəklər və etməməlidirlər. HR siyasətləri və necə qurulub? Reaktiv olaraq. Yəni, problem olub, problemə həll yolu gətirmişik. Və faktlarla danışanda təbii ki, biz komanda üçün, əməkdaşlarımız üçün nəyinsə inkişaf edilməsindən bağlı resurs və pul imkanları əldə edə bilər. HR-ın uğuru nəticədə uğurlu olması elə nəticədə CEO-nun uğurlu olmasıdır. Yəni, hər bir halda şirkətin uğuru CEO-nun gətirdiyi ora göstəricilərlə ölçülür.